Salam dostlar, bu sizlərlə birlikdə Hilklip Razing videosuna xoş gəlmisiniz. Biraz versiya dəyişikliyi elədim. Orada nə bilim, biraz belə versiyada sıxıntılıq oldu. Biraz köhnə versiyada oynayıram indi. Gördüyünüz kimi açıq aydın görsənir. Bir dənə də çox pulsuz maşınlar almışdım deyə. Bunu bilirsiniz də, yəni almışdım, yeni aldım. Bir də onda xəritəsi. Burada da bir hədiyyə var, onu açaq. Bu heç bir şey baxmıram onsuz. Deməli sizə görə 546.000 pul yığmışam. Yəni bunun üçün nəsə vaxt əlləşmişəm. Yəni çox əlləşmişəm. Gün boyu bu oyunu oynamışam yəni. Deməli mən burada almaq istəyirəm yarışma kamyonunu. Aldım. 200.000 verdim. Pulum getdi. Hədiyyə var. Açaq. Traktör. Sıralı 4. Sokaq. Belə. İndi baxaq görək. Nətərdir indi. Hanı bizim şeyimiz. Xəritə alacaqdım mən. Xəritə. Almaq istədiyim xəritələr otobandır. Bir də sezonlar xəritəsidir. Bunların da hədiyyəsini alaq biraz. Heç yönlü bir şey də çıxmır. Bir yönlü bir şey çıxsaydı deyərdim hə. Deməli. İndi maşınımızda biraz gücləndirməliyik. Yox, birinci bu halından oynayaq. Ən birinci xəritədən başlaya bilərik. Bu halına 10 üzərindən puan verəcəm. Bu halda əladır. Gedişi ya da süspansiyonları çox qəşəngdir. Buna da bir az belə update verərik. Çox super olar. Başqa hansı maşınları istəyirsiniz də yorumlara bildirə bilərsiniz. Bir də bura qədər gəlmişin, abunə olub like atmayı unutmayın dostlar. 49 elmasımız var. Amma qəşəngdir ha maşın. Yəni sözsüz qəşəngdir. Bu versiyanı ona görə dəyişdim ki, belə bu havadakı sürə var ya, baxın indi göstərəcəm indi bu. Havadakı sürə çıxır. Məsələn, indi 25 verdi. O getdikcə artırır. İndi bu köhnə sürümdə biraz 10% çox verir. Ona görə də pul lazımdır. Yoxsa pul olmasa əziyyət çəkirəm də çəkməyə. Ay, yıxılma. Ay. Nə varsan? Deyəm bir oyunda oynayasın məcbur. Bunu görmək istəyirəm bu xəritədən nətərdir. Bir yaxda elə yıxılır. Maşınları tərifləyirəm. 2 dəqiqə yaşamır. Üstündə də yazırım Hıcırı. Hıcırını başa düşdüm. Hıcırı Hilklip Razing'dir. Ondan sonra o qapısının yanında 13 yazılır. Və arxasında balaca ağ rəngli şey yazır. Onu heç görmürəm. Bilirsiniz, bu maşına o qədər ehtiyat hissələri alsaq çox super olacaq da maşın. Bu maşını da xoşladım. 185.000 pulumuz oldu. Deməli 540 metr getdik. Buydu. Rekorumuza yaxınlaşırıq. Deməli tam burada uduzmuşduq. Bir mallıq edib, bir səbəbsiz yerə mallıq edib uduzmuşdum. Amma indi həmən rekorumu keçdim. Biz həmişə rekorlarımızı keçirik. 700 metrə çatdıq deməli. Ay, yıxılma. Həmənki mallığı eləmək istəmirəm. Deməli. Burada taxılı qaldın sən. Yallah. O keçdi. O birdən bura qabağa qalxır. Bu oyunda maşından qabağa qalxmağa meyillidir bu belə. Aha da burada uduzluq. Elə. Burada oynamayacaq indi. 10.000'e bunlardan verək biraz. 2 dənə verdim hələ ki. Bundan da verək. Bunu da verək. 6.800'e də verək mi? Hə. Bu motora bir tık da verək. Bu təkər də bir tık verək. Hə. İndi gedək başqa xəritələrdə. Məsələn, otobanda gedə bilərik. Hələ ki otobanda gedək.
Otobanda görək necə performans verəcək. O görsən benzin deyəsən şeydir, benzinə qənaətdir, nədir? Otoban üçün benzin qənaət yaxşı. Çünki otobanda bildiyiniz kimi benzinlər çox gec verilir. Yəni o birisi xəritələrdə kimi tez verilir. Ucuz xəritələri almaq daha da yaxşıdır. Çünki pulun sadır ucuz xəritələr. Çünki burada bir bayraq oluyor, o görürsə qırmızı bayraq. Onu alırsan bonus pul verir, ona görə deyirəm. Ucuz xəritələr pulun çox sadır. Amma bahalı xəritələr təbii ki də saatmır pulun. Deməli bayraq. Bayrağa çatırıq. Bir 10 min 20 min verir də, 10 min yad. O 17 min verdi, görürsünüz. Hər çoxlu da var bayraq. Görürsünüz benzin çox az verir. O birisi xəritələr kimi tez verir. 17 min verdim, nə edim, şanda da öyle. Yadımdan tez çıxdı. İndi görək burada neçə verəcək. Az çox təxmin edə bilərəm əvvəlki. 24 min. 100% 13 min verib. 17 mindənsə. Görürsünüz. Benzin yəni qıla ala bilirsən burada. Görürsünüz benzin də qutaran kimi bu telefonda başı xarab olur nəsə. Amma normal 4K oyunlarda PUBG-də donmur. Deməli 79 min pulumuz oldu. Buna nə verə bilərəm? Süspansiyon yox. Hələ ki 62 min manada. Yəni verə bilərəm bunu. Deməli bir dənə də yoxlayaq sezonlar xəritəsində görək nətərdir. Gələn dəfəkində pulumu yığacağam. Eləmi? Bir 2-3 dənə maşın almaq fikrim var. Yəni 2 dənə və ya 3 dənə bilmirəm dəqiq. Həm də sizə almaq istədiyim maşınları qeyd eləyə bilərsiniz. Yəni alım da yəni. Max maşınlar 1 milyon ala bilərəm. 1 milyon deyin, ona da alım. Hər maşın üçün belə 200 min, 300 min yığıram. O da ayrı bir dərddir. Çünki maşını belə update etməsən, yəni o yaxşı olmaz axı. Yəni hansı maşını almamı istəyirsinizsə, şərhlərdə qeyd edə bilərsiniz. Yorumlarda qeyd edə bilərsiniz. Deməli 500 metr çatdıq. 1 kilometrin yarısını. İndi. O bayrağa görə elə bildim o məsəfə. Bu qabağa niyə qalxır? Onu da hesablaşırım bu Hillclip razinclərdə. Ancaq belə olur. Birində də, ikincisində də olur elə. Görə indi neçə pul verəcək? Görsən eyni verir. Yo, burada az verir. Amma otobanda çox verirdi. Amma burada çox az verir. Orada 24 min verir, burada 16 min verir. Görsən maşının rəngini dəyişmək olur. Rəngini dəyişmək istəsən də boya vedrəsidir, nədir onunla. Harika. Bak oldu nəsə. Niyə belə oldu? Nəsə bu xəritədə də gördük. Bir dənə də girək bu xəritədə pulsuz aldığımız xəritəyə. Görək bu nətərdir. Bu xəritə çox qəşəngdir. Hillclip razinci ancaq belə arxa planlı xəritələr gəlsə qəşəng olar. Məsələn, normalda xəritələr arxa planda belə bomboş olur, bir dənə rəng olur, amma buna bax, görürsünüz. Bir də səhv eləmirəmsə ormandır, sezonlarda bir də bundadır, elə. Arxa plan, belə qəşəng görsənəm. Daşlar var, kənddir də, klasik kənd. 83 min pulumuz oldu qəşəng. Sür. Yuuu. Tut. Uçur maşın. Buna çoxlu videodan sonra, videosuz, kayıtsız buna çoxlu update verəcəm. Ay, getdi. Yapışıb yola. Çoxlu update verəcəm. Yəni o ehtiyat hissələrini alacağam, inkişaf elətdirəcəm. O altta sistem var ya, başı. Ölüb qalıb orada. Sür.
Ayda bu köprülərdən zəhlim gedir, qırılır. Onda adamı çəkir içinə çəkmir, düşür. Oradan da çıxma imkansızdır. Yəni imkansız olur. Amma maşın həqiqi qəşəngdir ha. Amma buranı keçə bilmirik də, o da var. Ona görə sıxıntı. Yəni bu mallığı da burada elədim. Getdi. Neyse videomuz bu qədərdir dostlar. Hansı maşınları almaq üçün şərhlərdə qeyd edə bilərsiniz. Onu alım, yoxlayım. Məsələn bunlardan deyə bilərsiniz belə. Belə deyə bilərsiniz. Hansı maşını almamı istəyirsinizsə şərhlərdə, yorumlarda qeyd edə bilərsiniz. Like atıb abunə olmağı da unutmayın. Sağ olun, salamat qalın.